Dostlar, hamıya salam, hər vaxtınız xeyir olsun və ən əsası Barsa azarkeşlərinə liderə salam verərək başlamaq istəyirəm və bu gün biz burada Madriddəyik. Real Madriddən və Barcelonadan danışacağıq. Burada mən tək deyiləm əlbəttə ki, mənim kolleqam buradadır və o kollega ki, ötən çıxışda özünü dünyanın ən yaxşı komandasının azarkeşi kimi qələmə vermişdi. Amma mən hələ də anlaya bilmirəm ki, bu necə dünyanın ən yaxşı komandasıdır ki, bir aydır ki, La Ligada qələbəyə həsrət qalıblar. Minnətdaram. Mənim kolleqam isə elə fikirləşir ki, onun komandası mənim komandam qədər güclüdür. Səbəbi isə bir dənə səbəbi var bu insanın. Hər iki komanda son 10 il ərzində Çempionlar Liqası finalında məğlub olmayıb. Biz ən azından Çempionlar Liqasında məğlub olmasaq da Girona kimi komandalara qarşı belə aciz bir... Ay Allah. Gəlin biraz rəsmi təqdimat eləyə bilirsiniz. Zarafatlar bir qırağa, hər şey olacaq, qaraltmalar olacaq, bu 100%, amma yəni özümüzün də vəziyyəti gül deyil. Onu demək istəyirəm ki, biz Madriddəyik və mənim dəyərli kolleqam Peña Blancos'un idarəsi heyətinin üzvü olan Abdüləziz qardaşım. Minnətdaram. Mənim isə kolleqam FD Futbol layihəsinin yaradıcısı, ölkəmizdə Barcelona fan klubunun yaradıcılarından biri, fan klubunun adı familiya Barsa Azərbaycandır ki, heç kim fikirləşməsin ki, Fuad Qırğızistan fan klubunun təmsilçisidir. Burada biz artıq Fuadın da qeyd etdiyi kimi ölkənin də öz yerində planetin Galaktikanın iki ən böyük klubun azarkeşləri olaraq öz fikirlərimizi bildirəcəyik. Həm komandaların çıxışları və bu çıxışlara münasibətimizi bala başlayacağıq. Keçən həm La Liqanı müzakirə edəcəyik, həm Çempionlar Liqasını. Əlbəttə ki, fürsətdən istifadə edərək ilk öncə Çempionlar Liqasını Çempionlar Liqasına toxunmaq istərdim. Fuad, sadəcə bir mahnı var. Aha. Bu mahnı haqqında fikirlərim maraqlıdır. O bir dənə TikTokda yayılıb, xüsusən də London tərəflərdən mahnı. Mahnı belə başlayıb, bax. Esteval, I like it, Necədir sənin vəziyyətin, əhval-ruhiyyən və ümumiyyətlə necə oldu ki, siz Chelsea-yə 6-0 uduzdunuz? Mən onu 6-0 hesab edirəm, çünki yəni Barcelona altdan qovurmaq hər kişinin işidir. Birinci növbədə, bəlkə də Chelsea-də, indi Londonda belə bir nəğmələr səslənsə də, məncə onun təməli Barcelonadan gəlir. Esteval da La Masiyadan çıxıb. Girona azarkeşlərə də pis nəğmələri qoşmurdur. Nəysə, o mövzuya qayıdacağıq, tələsməyək. Yox, hər şey qoyuram bir qırağa, indi zarafat öz yerində. Mənim ürəyim doludur əslində və danışmaq istəyirəm. Chelsea Barsa. Oyuna baxırdın sən? Oyuna baxdım. Bizim oyuna baxdığımız məkanda Chelsea fan klubu əyləşirdi. Bağlı qapılar arxasında. Və 10 dəqiqədə bir qışqırdılar gol. Mən tutamıram ki, mən də baxıram axı bu tədbiqlərə də. Dəyiş, bunlar nəyə qışqırırlar, bunlar nəyə sevinirlər? Offside-ın şotlarına, indi offside, Barcelona qarşı offside düşmə teması ilk öncə Mbappé yaradıldı, bilirsən, 12 dənə offside. 9 birinci hissədə olmuşdu. 9 elə birinci hissədə olmuşdu. Rekorddur, bilmirəm, rekorddur. Kimlər üçünsə rekorddur, kimlər üçünsə rekord. Bəli. İndi məqam ondan ibarətdir ki, məqam, indi okey, vuruldu, amma söhbət də ki, onların vurduğu və sayılmayan qollardan deyil. Söhbət ondan gedir ki, mən bax sənə deyirdim, mən ümumiyyətlə hər kəsə, bütün podkastlarda, bütün verilişlərdə deyirdim ki, o ki, komandanın o sütunu yoxdur, o yan müdafiədə əsas tempi idarə edən oyuncusu yoxdur. O komanda, bizə necə, orta və zəif rəqiblərə qarşı möhtəşəm oynayacaq. Amma böyük oyunlarda Pedri'nin olmaması, mən fikirləşirəm ki, sizin bu məğlubiyyətinizin əsas səbəblərindən biridir. Açıq edək. Mən ürəyimdə oldu, qoy mən danışım. Buyur qardaş. Qoymamısan mənə danışmağa. Dəqiqətən, mən bu dəfə çox az danışacağım ki, şəhərləri doldurmuşsunuz ki... Sənə sözün yoxdur, mən başa düşmədim. Şəhərləri doldurmuşsunuz ki, imkan verməsin Fuadı danışmağa. Biləm nəyə görə də bu. Çünki Barcelona bəzi pərəstişkarları fikirləşirlər ki, sizin klubunuz ideal komandadır. Və mən o komanda haqqında mənfi danışadım, bunlar xoşlarına gəlmir. Səncə ideal deyil biz? Qardaşım, faktiki olaraq
dünyada ideal bir dənə şey var. Aha. O da bizim verilişimiz və ümumiyyətlə bizim tandemimiz. Bak. Vətənə. Yaxşı, gəl sənin sözünü artıq kəsməyim. Sıra Davay Chelsea Barcelona. Davay. Sən dedin ki, yarı müdafiədə o Pedrinin yoxluğu hansısa məqamda bilinir. Orta və yaxud böyük rəqiblərə qarşı bunu biz hiss edirik. Orta rəqiblərə qarşı bir o qədər yox, amma böyük rəqiblərə qarşı bunu daha belə dərindən görürük. Amma onu da nəzərinə çatdırım ki, yəni Pedrinin yoxluğu nəinki böyük komandalara qarşı, kiçik komandalara qarşı öz sözünü deyir. Yəni Pedri olmayanda və yaxud De Jong olmayanda okeylə xrenslim. Hiss olunur ki, yəni konkret komandada oyun başqa cürdür. Yəni bu oyunu mən Alaveslə oyun nümunə çəkə bilərəm, amma hələ ora qayıtmaq istəmirəm. Chelsea-dan danışaq. Oyundan əvvəl biz hamımız bilirdik ki, Rafinha zədədən təzə qayıdıb. Okey. Yəni adam zədəliydi. Okey, bunun oynamaması normal idi. Всё. Amma niyə Ferran Torres oynayır? Yaxşı, Rashford grip olmuşdu. Nə bilim, soyuq su içmişdi. Yenə deyirəm, maması həmişə ona deyir ki, soyuq su içmə, amma yenə də içir adam. Okey, problem deyil. Amma bu adam sağlam idisə, niyə bu rəqib Ferranı oynadasan? Niyə bəyənmirsən Ferran? Mən başa düşmürəm. Qardaşım, Ferran, ya sən zarafat edirsən yox? Yox, mən sənə demişdim keçən dəfədə, biz tam ciddi şəkildə bir rəqib olaraq sizə Ferranı Lewandowski-dən daha təhlükəli oyunçu sayırıq, hücumçu. Ferran Torres mərkəz hücumçusu kimi oynayanda okey, ya s тобой согласен. Yəni bez problem, razıyam. Demirəm, Leva kimi ola bilməz. Bu indi bir yaşına görə də müqayisə Son edilir. 2 ildə, son 2 mövsümdə okey. Flick onu ancaq hücumun mərkəzində oynadır çox vaxt. Okay. Levanın əvəz edicisi kimi. Amma bu adam winger kimi oynaya bilmir artıq. Problem də ondadır ki, sənin saf krayında, yəni Gusto oynayıb da Chelsea-də. Gusto, yəni güclü müdafiəçi deyil də, amma belə çepkidir. Yəni belə yapışan müdafiəçi. Okay. Konkret Ferrana dirəmişdi. Yəni Ferran oyundan sonra hamilə qalmayıb, onu mən bilmirəm, amma yalnız dirəmişdi. Adam nə qədər top itirdi. Əsas məsələ onu təkbətək vurması. O da 2-ci, 3-cü dəqiqədə 8. Yəni əgər həmin epizod qolla nəticələnsəydi, bu gün bu adam burada mənim günümü qara eləməyəcəkdi. Mən bunu sizə əminliklə deyirəm. Sizin gününüzü qara eləyən şəxs bir şəxs varsa, deyərsən. Yo, Esteva boş şeydir. Olsa Kubarsın normal 2 dənə dönər dalınca soğansız acılı göndərdi o öz yerində. Yamal. Əsas gör kim naşı. Olympiakosdan 3 dənə yeyən komanda. İndi nədir bir dənə Mbappeləri var, 4 dənə qol vurub. Qardaşım, Olympiakosdan 4-3 dənə yeyən adam sizə az danışın. Qardaşım, həqiqətən Ferrandan sonra Mbappe haqqında danışmaq yersizdir məncə yox. Başqa məsələ o Mbappe üzrlü sayıb. Keçəcək Olympiakos məsələsində bir son məqam bildirmək istəyirəm sadəcə. Fikir vermisənsə Yamal çox danışanda oyuna qabaq. Baxda 10 düzdür da. 5 qat motivasiya verdi rəqibə. Onsuz da Altın qoyur da. təkə-tək oynayır Chelsea. Chelsea'nin o ümumiyyətlə oyun prinsipi olur, təkə-tək oynayaq. Hər oyunçu bir oyuncu tutur. O da personaldir. Kukurella özü dedi ki, mən Estevayo şitki 3 qat şitki geyindirdim məşqdə ki, məşq eləyim ki, necə mən Yamala qarşı oynayacağam. Yəni bu adam öz komanda yoldaşlığını sizə mən bağışlayıb məşq baş eləyirdisə, Lijbir Yamal. hətta o Yamala baş eləmək yəni mümkünatı yox. Yamal sənin komanda yoldaşın deyil. Yamal komanda yoldaşı deyil Karvaxayın, amma normal Real'a söz soxa bilər də. Eyni temada ordadır qardaşım. Da bilim şeydir, ağsaqqaldır amma hərəkətlər düzgün. Nəysə Karvaxay. Bezir də Murat. Yeganə ağsaqqalımız nə işin var ona? Onsuz da yenə zədələnib. Nəysə bura Chelsea konkret olaraq bizim əlimizə verdi. Mən bunu açıq şəkildə deyim. Alyomuza verdi. Necə idi məna? Zarafatsız Chelsea oradan qəşəng oynadı, super oynadı. Prosta burada Araujo'nda məsələsi var. Yəni bu öz podkastlarımda nə qədər Araujo'nu söymüşəmsə, yəni o zayıbalsa. Ondan bezmişəm ya Murat. Yəni vallahi yəni mənə şey də vermir, belə əsəbləşdirmir bu məsələ. Adam budur da, yəni budur. Bunu niyə oynadasan? İndi deyəcəksiniz ki, biz niyə Araujo'dan o qədər də çox danışmırıq? Nəyi danışasan? Faktiki adam budur da qardaşım. Adam budur ya. Siz onu 3 il bundan qabaq Juventus'a ya da Bavariyaya bir bəli, Araujo salam Murat. Yes. Siz onu bir 3 il bundan qabaq, o Javi'yan, o Vinicius'u saxlayırdı bir moment. 60 milyon, 70 milyon zopalayırdı Juventus'a. Onsa Juventus kimi gəldi alırdı. Ay sağ ol. Murat, zopalayırdı Juventus keyf edirdi. Alırdı Schlotter'i verir, indi şellənirdim. Yəni indi qardaşım pressing eləyən komandaya qarşı sən niyə pressingdən çıxa bilməyən müdafiəçini oynadasan? Kim oynatsın Murat başqa? Qardaşım Christensen var idi. Xrensnim oynadı Garcia'nı, Olmo'nu at qabağa, Fermini at qabağa, bir dənə dayaq ilə oynadı, De Jong'la oynadı. Всё da. Yəni bundan ki yaxşı olacaqdı. Sən bu pressingdən çıxa bilmirsən onsuz da. Bilin Barsa pressingdən çıxamırdı. Yəni Yobana, yəni mən dəli olmuşdum hocam. Yəni Chelsea futbolda qəşəngdir ki, konkret olaraq mən bunu ləzzət elədim mənə. Sən də sənin sözünə qüvvət Yamalın
baş atması. Adam nə qədər baş atar. Belə Reala baş atdı. Cavabını aldı. Nə bilim. Portuqaliya baş atdı. Ronaldo baş atdı, cavabını aldı. Bu başa düşmür ki, Bas Bankova. bəlkə də komanda, rəqib komanda daha belə rahat, relaks oynayar. Amma bu onları qıcıqlandırandan sonra avtomatik olaraq komandaya qarşı, rəqib komandaya qarşı aqressiya yaranır. Deyir ki, ala yox, sırf buna görə bu komandanı minəcəyik. Yəni oynamasaq belə, yəni ən azından vurub baş eləyəcəyik. Oyunda cavansan, okey də, zoom versən, okey. Heç olmasa bunu oyundan sonra elə də, udandan sonra elə. Utdun, elə. Sən nəsə eləmisən, Bir də Chelsea-də vaxt görəcəksən, ha. Çort zayt qaqda da. Yəni elə də, oyundan sonra, oyundan qabağı yoxdur da. Gələcəksiniz London. İndi yaxşı istəyirsən, madəm ki 3 qoldan danışırdıq, yəni biz Olympiakos. sən yəni ki mənə sualım var bu Olympiakos Real maçı ilə bağlı. Ümumiyyətlə niyə müdafiəçiləri oyuna salırsınız? Müdafiəsiz oynayın da, bura hamısı atakuş oyunçular salında. Yox, problem ondan ibarətdir ki, bizim salmağa müdafiəçimiz yox idi. Yəni bizim fərz edək ki, bir situasiya bax, yəni elə bir şey yoxdur da. Nolan, Christopher Nolan öz filmlərində elə süjet yaza bilməz. Militao zədəli, Rüdiger zədəli, Alaba zədəli. Bu şunda mərkəz müdafiəçisi. Alaba zədəli. Alaba veçdi zədəlidir qardaş. Alaba Real Madriddədir. Alaba bir sənə meydanda olub axır dəfə. O Barcelona qol vurmuşdu klassik. Ondan sonra bu adamı mən 2 oyunda nasıl stabil görmədim də meydanda. Bir də ona yadda qalan vardı, finalda qaldırmış. Yəni stul muzeyi də var. Real muzeyində Alaba qaldırdığı stul var, yəni. Adam gör nə seçilir. O belə Laportaya satsın da bura. Brat o Messi qoymayıb o stol üstə ki, Laporta sata bilsin də. Burada maksimum Alaban əlləri, qara əlləri deyib. Messi ki, otur da üstündə bilən, ona satsınlar. İndi məsələ ondan ibarətdir ki, qardaşım, yeganə normal mərkəz müdafiəçisi Asensio, onun da babası rəhmətə gedib. Faktiki danışıram, Allah rəhmət eləsin. Prosta ki, onu da 70-dən çıxartdılar ki, bəs bir də zədalar, Allah şeylə, Jona'nın heç kim olmaz. Yox da ona görə yox, özünü mənəvi cəhətdən pis hiss eləyirdi. Babadla Babadır. Bab. Haydi, nə bilir. Yox, indi babasıdır, yetimindir. Cəmaatın pişiyi zad ölür. Yaxşı, Xuysen haradaydı bəs? Xuysen, brat, o da yox idi, o da zədəlidir. O elə Despor qayıtmıyor. Alaves'dən Militao da var idi, Rüdiger də vardı. Nə oldu? Bu 2-3 günə sağaldılar bunlar. Alaves'də siz oynamırsınız. Alaves eləmə, yox, şey. Yox, Xuysen qayıtmadı. Rüdigerlə Militao qayıtdı. Bu qayıdanmadı. Bu qayıdacaq. Basti Borja. Qardaşım, kim idi müdafiə? Para kim idi? Carreras. Ha, müdafiədə. Mərkəzdə Raul Asensio da, Carreras solda Menzi idi, sağda Trent idi. Və ona görə də mən Allahın olsun, yəni mən son oyunlarda qınayıram komandanı. Amma bu oyunda mən nəyə qınayım qardaşım? Müdafiədə yəni sonra bir sən nə oldu? Fran Garcia çıxartdı ki, müdafiəni gücləndirək. Fran Garcia maksimum kimisə yəni mamasını gücləndirə bilər də. O Cemal Abelistə Milf Hunter da o. Amma yəni qızı atıb, qızı mamasını seviyor olmağa başlayıb. Yəni plus da abi. Sevinən ya, kim 18-dan. Bəli. Ona görə də o maksimum onu gücləndirə bilər. Amma gəlir burada müdafiə gücləndirir. 3 dənə top buraxmaz normaldır. Özü də ən sevdiyim məqam nədir? Raul Asensio çıxan kimi meydandan. Olympiakos tutdu Cemal ki, göylə burada heç kim oynaya bilmir. El Kabi'dir, başladılar da yəni. Tarabidi kimdir? O da oradaymış. İranlı, bildim kim deyirsən. Taremi, Mehdi Taremi. Ya qoydu da o da. Üzr istəyirəm. Amma yəni belə oynansa Çempionlar Liqasında, yəni heç nə. Yox, məsələ ondan ibarətdir ki, o olsa bəllidir ki, heç nə. Sadəcə nəyə görə Real ümumiyyətlə 4 gol vura bilir? Yəni gəlib Elche, Rayo Vallecano əziyyət çəkən komanda gəlib Çempionlar Liqasında deyə 4 dənə gol vurursun. İndi deyə bilərsən ki, Real Madrid Çempionlar Liqası və sair və axır. Yox qardaş. Prosta Olympiakos sizdən 5 betər müdafiə xəttinə qaldırır belə. Flick girmişdi də sənin içinə, Mendilibarın içinə. Mendilibarın sözünü görmüşdün sən? Hə, demişdi ki, oyundan əvvəl Mbappé deyir, onsuz da özünü söndürüb də. Tamam, burada prosta bax elə şeylər məni ləzzətli. Fərqi yox da, bu Real olsun, Barça olsun. Elə kim ki baş atır oyundan əvvəl, sonra bax elə yeyir və o adama ləzzət. Amma yəni ürəkdə eləmədi, çünki Real keçdiysə başa düşdü. Mendilibar. Normal. Qaldı bunu. Yox, niyə də dünyanın aktiv olaraq top 2-3 hücumçusundan birinə söz atasan. Bu da Yamaldan 5 betərdir. Peki bu Yamalın hatasıdır. Oyda, yox hala rəngi qağda xon. Nə olsun bu? Rasist deyil, yəni o gedirəm. Bəlkə maması qaradır. Adam maması qaradır. O video var, deyir, deyir, vaxtı kəndir mama deyir, papap Argentina. Da avtobusda gəl qardaş. Ay. Düz deyirsən qardaş. Çoxsu məməsi oxşar. Kişi vaxtında Argentinaya çox gəlib gəlir.
Mama dedi, Rodero mama dedi. Yo, o qaqaşın əsərli tema şeydir. Kimisə necə daydaya saxlayır, kimisə xalaşqa saxlayır. Bizə Allah sallasın bura. Yox, heç də. Mənim sözüm odur ki, mən bilmirəm indi izləyicilərimiz nə deyəcək. Yəni bu il ikimizin də komandası Çempionlar Liqasında bir o qədər o deyil. Yadındadır belə planetdə iki komanda vardı, Real'la Barsa, başqa heç yox. Birinci ildə and verirəm sizə. Bilmirəm səndə necə idi, məndə elə idi də. Ya Karoçe qavara, yəni mən qrup mərhələsini zaten yəni hərrəmirdim. Yəni bilirəm Barsa, Real, Bavariya. Evet, Bavariya yaxşı idi orada. Barsa, Bavariya, Real Palibomu polfinaldadılar. Həmişə bu top 3-dür. Top 3 var. Ay, Kстати, prikol bilsən də orada bir dənə Chelsea o məsələ dağıtdı. Arada çempion oldu. Amma dalbadal bura Barcelona, əgər 11-dən başlayırsa, Barcelona, Chelsea, Bavariya, Real, Barcelona, Real. Ancaq sonra ortaya girdi. Klopp, Molop, zat. Yaxşı vaxtlar idi, yaxşı vaxt vaxtlar. çox rahat idik da. Yəni hər iki həm Real, həm Barsa bilirdilər ki, biz buradayıq da onsuz. Amma çoxunuz deyirsiniz ki, Real Barsa keçdilər glordu. Murat, komandalar bütün günündə də biz ələdə Real Barsa keçirik. Yaxşı. Heç nə. Sadəcə xətti qaldırdılar. Bu da Vinicius Mbappé nə lazımdır? 50 sot torpaq qaçsınlar. Müdafiənin arxasına. Real daha da çox gol vura bilərdi. Olympiakos da vura bilərdi, amma yəni normal. Bəxtimiz gəlir Olympiakosun qapısı darmavoy. Bilmirəm. Bax onların müdafiəsi darmavoy idi mən. Müdafiə darmavoy olacaqda Barsa kimi oyunlar keçirdilərlər ona görə. Yəni biraz arxadan oynasaydılar bəlkə nəsə eləyər. Yaxşı, mənim Nastyan biraz yaxşıdır. Bu arada üzr istəyirəm izləyicilərimizdən ki, öskürəm, asqıram, ostururam. Salam verin. Hə, biraz gözləyirəm. Biraz pisəm, vəziyyətim yaxşı deyil. Gəl vəziyyətimin daha pis olması üçün keçən növbəti blokumuza La Liga müzakirə edək. Keçək. Okey, bu Çempionlar Liqası zat, zırt, purt, okey, bunu başa düşürük. Hər şey qabaqdadır. Gəl La Liga. O Arsenal fanatı var. Hər şey qabaqdadır. Əsas odur ki, o Understand? Əsas o Çempionski statusu göstərəsən. Əsas odur. La Liqanın Çempionski statusu demişkən, qaqas elə Çempionski statusu olmayan Real'dan danışaq. Ki, necə Real? Yox, gəl Real'ı saxlayaq. Gəl Real'ı saxlayaq. Barsadan danışaq ki, bunu mən bu vişnəni saxlayım da axı. Yaxşı, gəl düzdür. Real'ı ataq arxaya. Onsa arxadan belə çıxır ikinci yerdən də. Amma arxadan gələndə də pis gəlir də cəmaatdır. Loser statusuna gedirsiz ha. Niyə brat? Elə loser, çox bahalı loserıq ha biz. Yəni Manchester United kimi bahalı loser brat. Manchester United-dən. Nə, okey, danışaq Barsa. Bahalı loser olmaq, varlı loser olmaq yaxşıdır, yoxsa kasıb winner? Kasıb winner. Brat, kasıb winner də şey kimi də, Leicester kimi indi ayda əslində bir dəfə olur. Amma tarixə keçdi də o brat. Yəni o tarixə keçdi. Elə bir klub göstərə bilərsən. Yəni okey, Lille oldu Fransada. Norveçdə şeydə brat, Viking. Niyə də yox da brat, niyə də yox? Niyə də yox da brat, niyə də yox? Niyə Çempionlar Liqasını götürməyək? Bursuz da Veskada. 11 ildir niyə də yox, niyə də yox? Ya mən əsəydəm qaqaşıq bu arada, qaqaş biz izləyirsə onda salamlarımızı göndərik, qurban deyirsən adı. Qardaş, salam. Yəni sən hər şey başa düşürsən də, yəni Viking Sersaq. mənim ələzzət edən videosu şeydir. O La Liga, Bodo Glimt La Ligada oynasaydı. 10-cu yer demişdi Bodo Glimt'ə, nə demişdi? 9-cu yer demişdi. Ola bilər qısacası. Olar. Yaxşı. Mənim bir dənə sualım var. Zaten udumusunuz, qalib olmusunuz. Sən amma bilmirəm niyə. Ha? Liderə salam vermirsən, bilmirəm. Liderə salam. Birincisi mən siz yenə o aşıqanı elədiniz. Gözdə də indi Real'da birinci keçəndə mənim o atletkam da hazırdır. Onu gələcək buraxılışlarımızda. Siz birinci elə bir aylıq qələbəsi seriyanızı bitirin. Sonra 13-cü, necə üst adamlarsa 14-cü turdan sonra nətə liderə salam videosu. Videosu da demirəm, o boş şeydir. Necə siz indi yenə onu eləyirsiniz? 14-cü turda da qardaşım da. Deyiləm mən. Keçərsən də sən ilk öncə səfərdə qalib gəlməyə bacar, sonra liderlikdən danışarsan. Mənim əziz qardaşım, bir layiq futbol oynamırsan axı. Nəysə bir Barcelona arda alt da səfər maçı oynasın. Brat, fərqimiz ondan ibarətdir ki, biz 14-cü turdan sonra, yəni liderliyə sevinmirik də sizdən fərqli olaraq. Nəysə. Alaves, udmalıydınız. Variantı yox idi. 126 illiyimiz idi, təbrik eləmədin. Sən konkret Barsaya qarşı nəsə aqressiya yaşayırsan. 126 iliniz idi. Bəli. Dünyanın ən böyük klubunun doğum günü. Təbrik. Amma elə çıxır ki, siz elə bir Real'dan biraz 3 yaş böyüksünüz. Biraz böyük. Amma o məqam deyil ki, o adətən böyük qardaşlar uğurlu olur, söhbəti olmur da burada. Nəysə. Biz özümüz Necə oldu ki, 3-1 udandan sonra və ilkində La Ligada birinciyə çıxandan sonra Flick bu sifətlə oyunun axırına belə kasıb qohum kimi otururdu. Niyə? İrafi'nin yaxlaşdı ki, yaxşı olacaq. Ağlayırdı əməlli başlı. Hə, niyə ağladı o? Əməlli başlı ağlayırdı. Niyə? Bizim özümüzə də təəccüblü qaldı. Yəni ağlasın da, yəni bu adam
şeydi, xiyardı nədir ki? Real ağlamalı deyil, qardaş, sən ağlamalı deyilsən Doğru da. ağlamalıdır, onu başa düşürəm. Biz əvvəlcə elə bildik ki, burada məsələ odur ki, nədir onun adı? Asensio babası rəhmətə getdi, ona görə ağlayır. Biz bilmirik amma Flick bilir də o söhbəti. Yox, Akasiya hakimin biraz şəxsi qərəzliyinə görə olub məsələ. Məsələn. Birinci Yamalın epizoduna görə demirəm ki, deyirdi ki, penalti vara baxılmadı, varda heç kim sağlamır. Yox, hakimə görə ağladı o. Hə, yox. İkinci məsələ odur ki, onun köməkçisini, adı nə idi o yadımdan çıxdı. Marcus Sorg. Marcus Zorc, hə, ona qırmızı vərəqə verdilər. Bir də qapıçıların məşqçisinə qırmızı vərəqə verdilər. Prosta nixuya da, yəni durduq yerə. Nə-nə bir dənə söz dedi, hakimə etiraz elədi, götürdülər qırmızı vərəqə verdilər, yəni oyundan atdılar. Mən bilmirəm. Bu indi onun doğrudan da əsl səbəbi budur, yoxsa o deyil. Yəni kəsinə görə mən inanmıram. Bu futbolda normal bir Mən şeydir də, yəni bilmirəm, qırmızı siz alın. inanırsınız yoxsa yox, mənə inandırıcı gəlir. Yəni burada başqa qlobal problemlər var. Mənə elə gəlir ki, Özü də açıqlamışdı da. bilirəm, özü açıqlayıb, qardaşım, özü açıqlayacaq. O deməyəcək ki, yox, mən komandanın oyundan narazıyam, mənim istədiyimi vermir, mən xiyar Gerard Martindən oynayıram. Ona görə mən belə ağlayıram. Onu deyə bilməz axı o. Xavi gənc məşqçi olan deyibsə, Xavi çox xiyar idi. Ona görə də axıra kimi qalmadı. Xavi emosional idi, bu rasional idi. Bu Xavi ona görə dedi onu. Ona görə qalmadı axıra kimi. O qədər emosional olmaz da yəni qırmızıya görə 100% Murat Asensio babası, Asensio babasıdır. Məncə də Asensio babası. Yəni görürsüz qardaşım, bizim elə bir baş məşqçimiz var ki, əzəli rəqibimizin oyunçunun babasının ölməsinə yas saxlayır. Halal. Murat yəni yaxşı kişidir yəni də. Bizə çağır ha. Hə. Yox, həqiqətən yəni elə bir Alman maşınından belə bir ağlama, belə kövrəlmə görmək. Hər oğlun başı üçün də elə. Elə Barsa ki bunu bacardısa, Halal. Allah sizə halal olsun. Həqiqətən halal olsun. Daha sözüm yoxdursa, Flick'i ağlatmaq, adam bilin Barsaya otura verir. 8 dənə. Ha. Real belə çox maraqlıdır. 8-2-dən sonra belə oturur, 3-1-dən sonra ağlayır. Uduzanda sevinir bu Yox, düşünürəm. Flick'in bir şey var ki, bir məsələ var ki, Flick konkret Barsanın xəstəsidir. Yəni on Fikir verdi, o çox çatdı işte. Özü bir şey çıxmır. Niyə də yox da Murat? Yəni ya xaçı da qaqış icad eləməyib ki o sözündə. Nə gülürsən? Yox, burası o söz sənə daha çox yaraşır nəinki ona. Düz demirəm. Nə rəylərdə öz fikrinizi bildirin. Məncə sənə daha çox yaraşır. Doğrudan. Zarafat elə. Çox sağ. Heç olsun mənə yaraşanda Sən niyə də yox deyiləndə səni yada salıram, bilmirəm niyə. Sən daha emosional deyirsən, onu elə hiss edir. Çox sağ. Nəysə, Flick'ə görə də nə olur, amma bu mövsümün sonu Flick getsə komandadan mən xiyar olaram da. Nə dəyişəcək? Necə nə dəyişəcək? Abi bilsən yox ya, brat. Flick bu dəqiqə Barsa. Ya onu demirəm, o bilsin yox, ya deyirəm. Yaxşı, gəl pis şeylərə danışmayaq. Barsa haqqında. Niyə? Gəl pis şeylər danışaq Real haqqında. Real haqqında niyə bir şey danışaq ki? Bu olmalıydı, nə olsun, gözlənilən idi. Qardaşım, Bəli. sən keçən çıxışda mənim beynimin ki dünyanın ən böyük komandası və özün elə zənn edən, nə bilim, azarkeş, nə bilim, nəsə demişdi də. Mən də dedim sakit, okey, relax. Cavabı gələcək, hər şey deyəcək. Sənə sual verirəm. Necə ola bilər ki 3 oyun dalbadal orta səviyyəli komandalara qarşı qələbə qazana bilmirsiniz? Niyə? Gəl deyim də. İndi yenə də atasan müdafiənin üstünə. Yox, orada qayıtdılar axı müdafiəçilər. Yəni nədir problem, okey. Hamısı. Yox, mən bildim. Bax. Asensio babası. Yox. Asensio deyil. Hakim lazımə qədər penalti vermədi rəqib yapsın. İki yarımda problemi var. De Burgos biraz o sonuncu dəfə kubok finalından öncə o təzyiqlərə biraz allandı, amma indi nəsə o təsir eləmir. Yox, mən üçün. Yəni sən necə insansan? Sən tanınmış hakimsən, statuslu hakimsən və gəlirsən oyunda cəmi bir penalti verirsən. Bunu 2 elə ki, bunlar qalib gəlsin də qardaş. Ya da ki, qaydalar dəyişir, bir penalti 2 qol olsun basketboldakı. Razıyam. Yəni qardaş, lazımi sayda penalti verilmədi. Biz nətər odağı biz belə. Qardaşım, siz hələ də birinci yerdəsiz. Onu yaddan çıxarmayın. Amma penaltilərin vurulması sayılır. Bu mövsüm La Ligada ən çox penalti vuran sizsiz. İkinci yerdə Bilbao. Sən bilirsən 21-ci əsrdə ən çox penalti vuran kimdir? Kimdir? Real Madrid olacaq da, mən olmayacağam ki. Bu La Ligada. Kimdir? Barcelona'da. Belə bilmirdin? Yox. Məlumat Abdulun Mənbə Zidanın saçları. Mənbə Barjomi. Çempionlar Liqasında ən çox penalti vuran sizsiz. Opşi top 6 komanda. Murat, ora bizlikdir də. Sən oraya niyə girirsən hə bir şey? Ona görə siz deyil. Belə penaltilərə görə siz. Murat, hər nəyəsə görə bizlikdir. Yaxşı. Yaxşı, gəl deyim mən öz dərdimi. Liverpool temasından başladı hər şey. Allah Liverpoolun canını sağ eləsin.
Qardaş, o prosta indi Barselonanı qoyuram kənara, Atletico-nu da qoyuram kənara. Bu klublar öz ideologiyasını yaşayır, yəni Reala qarşı. Zəhmət olmasa Barsa ilə Atletico-nu yan-yana qoyma. Elə bir ki, bu biri bu kücdə durur, biri o bir kücdə, belə deyim. Hə. Başlamasın. Onlara onsuz da aləm, dünya vecə deyil. O Realın prinsipal rəqibləridir. Özləri bilər necə oynayırlar. Yəni Liverpoola baxas deyirlər. Liverpool prosta qalan 17 La Liga klubuna dedi ki, ay o podkastda var. Ay Və belə oynamaq lazımdır. bunların temp verəcək, pas ötürəcək, yan müdafiəçiləri yoxdur. Ardanı bağlanıb vəsiyo. Amma yoxdur da Kroos tipli, Pedri tipli, verişin əvvəlindən var. Gördünüz Zakaritsvali. Onda başqa bir temadır. Onda 2 ildir ki, nə bizim beynimizi xarab eləmisiniz ki, Valverde'dir, nə bilim Camavinga. Qardaşım, Valverde, Camavinga, Kroos'un Camavinga ən yaxşı deyən mən öz ağzıma soxum elə. İşte elə şey demişəmsə. Camavinga brat maksimum Girin baxın da o kommentlərə də görün də. qardaşım Camavinga skoçlu Şirvana oxşur məzələrə sən o harası yaşayan yarım müdafiəçidir. Adam heç də yaxşı deyil, bilirsən necə? Hər şey biraz bacar. Camavinga zarafat yalan bir qırağa, amma Valverde kanka yəni Xabi Alonso'dan yəni artıq qalıb da deyir Allah bu Qardaşım. nə atdırır. Valverde brat tak Liverpool'a da qayıdıram. Liverpool da onu deyir də. Bu Valverde box to box qaçır qabağa dala. O da onun plusu. Bellingham hə cuma bilər, okey, amma yenə də yaradıcı deyil. Çamini dağıdıcıdır. Arda Güler yaradıcıdır, amma Arda Güler son bir ayda nə ilə məşğuldur bəlli deyil. Qardaş, oturun zaşdı, brat. Oturun arxa bloka, oturun hamımız. Rayo Vallecano ömür boyu necə sizə qarşı oynadı Rayo Vallecano? Aqressiv oynayır. Bu Oturdu. Elçi də aqressiv oynayır, oturdu. Demirəm. Sən niyə yaradıcı deyil? Müsəlmanı da yaratmaq ancaq Allah'a məxsus. Nə şey, əlbəttə ki, sıra gəlib çatanda kiminlə oynayırdıq biz? Jirona'ya. Girona ilə Girona sizə qarşı necə oynayırdı? Çıxırdı hücuma. qardaş aqressivin dibi idi. Oynaya bilərdi, 5 dənə top vura bilərdi ilk təmdə. Deməli hücum edirdilər də, yəni. Qardaşım sənin hücum xəttin o qədər sürətlidir ki, adamın variantı yoxdur. Bu rəqibin problemi. Tak bunlar ağıl kəsmir də bu xiyarlarında. Liverpool göstərdi də bunları qardaşım. Göstərdi də, bunu göstərdi. Amma yəni bu rəqibin problemi deyil də. Yəni Tak rəqibin problemi deyil. sənin hücumunda yenə deyirəm, mən ötən çıxışda dedim onu. Hamı altdan yazıb ki, sən nə danışırsan? Olise var, Kane var. Nə bilim, o birisi kimdir? Luis Diaz var. Ən yaxşı hücum olardı. Qardaşım, ad olaraq bu dəqiqə Mbappe, Vini və Rodrigo. Yaxşı, Rodrigo önce viktir elədi. Yəni yox. Və Masturbinho, Mastantuono. Yaxşı oyunçulardır da bunlar indi də. Bunu elə sanırsınız da. Yəni Vini ən güclü winger Qardaşım. sayılırlar. Ad olaraq ən yaxşıdırlar da Fafaktur. Qardaşım Vinicius'un brat tək başına yaxşı deyirlər də. Bunlara normal yarım müdafiəçi lazımdır ki, bu xiyarları idarə edə bilsin. Mənə deyirlər, bax bu 24-25 mövsümdə gəlməsəydi, Real Çempionlar Liqasında qazanacaqdı, La Liqanı. Kimdən qazanacaq? Vinicius'dan. Başa düşürəm, Vinicius. Sabra. Deyim niyə yox? Çünki Vinicius o deyirlər ha, 2 dəfə Çempionlar Liqası finalında qol vurub bəsarı vurub. Bu nailiyyətləri onun əlində heç kim ala bilməz. Fakt. O mənim klubum üçün tarix yazanlardan biri olub. Amma bir mövsümündə yanında Benzema olub, hansı ki onu daimi dəstəkləyib, ona az qala barmaqlarıyla göstərib ki, bura qaçmalısan. O şəkil var, Vinonariska var, xahiş edəcəm montajı oradan. Ya qoyacaq o videonu, belə göstərir. Zama. Belə göstərir. Və Toni Kroos hansı ki belə göstərir. Bildi necə temadır? İndi yoxdur onun yanında heç kim. Braziliya yığmasında niyə bu batırır hər mövsüm, hər il, bütün yarışlarda? Kimsə göstərmişdi 2 il ərzində 2 dəfə qol vurub Braziliya millisinə. Çünki orada normalni, belə bir adam yoxdur ki, yarım müdafiəçi də hücumçu olsun. Çünki Benzema unikal hücumçudur da. Yarım müdafiəçi hücumçudur da. Başı işləyir çünki. Brat yoxdursa bu adamın yanında, bu prosta tupboy bir qonokdur, brat. Və mən bunu izah edə bilmirəm. Deyirlər ki, aqressiv olmalıdır, cinahdan qaçmalısan da, Yamal da aqressiv oynayır, Rafinha da aqressiv oynayır. Bu, Wingerlərin onsuz güclü tərəflərindən biri aqressiyadır. Kreativdir də. Amma nə inirsə bir dişi olan məqamda da, hansısa ağlı futbolçunun yanında və budur, ağlı futbolçudur, Bambarzir, Mbappe'də bu nəsə bir tandemdir. Amma Vinicius'la Mbappe öz-özlərinə bir zibil deyirlər. Nə mənada? Komanda futbolunda. Komanda futbolu. Ayso, problem odur ki, Xabi Alonso komanda futbolu oynatmaq istəyir, amma əlindəki oyunçular ona uyğun deyil. Yəni eləyirdi. Camavinga olsun, Tchouaméni okeydə, onlar yola vermiyorlar. Bu dəqiqə yarım müdafiədə Real Madriddə ən uyğun oyuncu Arda Güler'dir, başqa variant yoxdur. Amma indi məsələ başqa var. Mən sözü kəsirəm səni. Ay, bax Xabi Alonso, mən elə bildim ki, bu adam gələcək Reala, öz sözünü qaçət eləyəcək də. Ki dəstək də var, Perez dəstəkliyi var. Ay sağ ol. Amma görürəm, yox bura.
Bellingham batırıb da oyunu. Niyə çıxarmırsan sən Bellinghamı? Niyə çıxarmırsan? Bellinghamı çıxarmağına qorxur. Vinicius çıxartdı bir dəfə klassikada. Atletico Madridlə oyunda Bellingham zədədən təzə qayıdıb, sən onu starta salmısan. Basdı Oyunu starta. atırıb birinci hissədə Arda Güler peçat oyunu oynayıb, gol vurub, asist eləyib. Sən götürüb ikinci hissədə Arda Güleri çıxarırsan, Bellingham oyunda saxlayırsan ki, halbuki batırıb oyunu. Deməli qorxursan, sən deməli statusu baş məşqçi deyilsən. Deməli sizə Papa Carlo lazımdır bura. Papa Carlo o da уже bəsdir Papa Carlo. Уже bir sənəcə dünyada bütün futbol klubları keçib bir sənəyə hər şey sistemə bağlıdır. Sistem isə məşqçiyə bağlıdır. Bir dənə axırıncı vardı Real individualistlərin komandası. Harda ki məşqçi komanda işləyirdi. Yəni olanlardan bir şey düzəldirdi. Bu Carlo Ancelotti idi və onu Reallı idi. Qutardı. Ondan ən axırıncı o представитель, o təmsilçi, o futbol təmsilçi onlar idi. Onlar idi. Nə bacardısa qazandılar. Axırda bir çempion liqasını da götürdülər. Yəni vota-votda da bildin necə? Qardaşım, şöyle qutardı da, daha önce Xabi sonra dəvət elədilər ki, gəl sistemli futbol qur. Müasir futbol artıq onu tələb eləyir. Müasir futbol stilləri, prosta gəlirəm, oyunçular o da elə real. Bu oyunçular mənə görə açıq nə yalan deyim, mən demirəm, mənə o qədər qələbə gətirən oyunçuları mən indi atıram çölə. Yəni deyirəm ki, öz əlində azarkeş kimi də deyirəm ki, vecimə deyil. Amma əgər mənim oyunçum komandaya xeyir vermirsə, komandaya xeyir vermək istəmirsə, deyirsə ki, mən deyəndi və amma yekunda, yəni əvvəlkilər necə deyirdi Ronaldo Gil, Ramos Gil. Mən deyəndə və nəticə verir. Yəni sözünün üstündə dururlar. Da Lampard, Drogba, o 2012 Chelsea pis deyəndi, nəticə. Bunlar pis deyəndə ki, elçədən bir-bir oynayırlar. Evet, problem. İndi sən özün də məndən daha yaxşı bilirsən ki, indi hal-hazırda Realda bat, yəni normal aləm deyib yəni konkret olaraq iki cəbhəyə bölünürlər Real Madrid. İndi Abdul məndən daha yaxşı bilir. Qardaş, oyunçular var ki, hansılar ki, za protiv söhbəti var. Düzdür. Qəfəs verilişidir. Oydu, yanında Şəhriyarla Cavisini aldı. Ya, indi məsələ oyundan iki o kimi yalnız. Arada qız da var deyəsən, arada gəzdi. O bildiririz ki, bağlandı verilir. O kimi baxmırsa axına. Amma normal veriş niyə bağlandı görürsən? Verir, qardaşım, verir gedə-gedə bağlandı, vəsə. Allah haqqı bax. Final biz kim otdu? Cavid tutdu deyəsən. Heç kim udmadı bilmir. Başqalıdır. Gülsaxan qaqaş. O yox idi axırda yox. Oradan Qardaş, məsələ nədir? Vaxt vermək lazımdır, mən fikirləşirəm. Və hər şey bölüb ki, yerə düzdür. Bəzi oyunçular siyahı da deyirlər ki, zadır. Yəni Xabi Alonso tərəfdədir, bəzi oyunçular pozitivdir. Sonra Olympiakos oyundan sonra bir çox futbolçu bildirdi ki, hamısı futbol söhbəti Braziliyalılardan başqa. Braziliyalı, yox, ürəkdən deyirlər. Mən videolarını görmüşdüm də. Biri var, mətni oxuyursan. Filikin məsələsini oxuyur. Filik deyir ki, məsələ bu hakim idi. Mənim qırmızı vərəqədə, amma əsl heç nə. Mən emosional... Qaracı 5 ildən sonra hər şey bilməyəcək ki, ay bilə, o vaxt bir şey olmuşdu. Biz sifət edirdik Xabi Alonso, amma biz bunu demədik. Emosional mənə elə gəlir ki, həqiqətən, yəni oyunçular bəziləri istəyirdi, yaxşı. Amma yəni Braziliyalılar, mən Vinicius'dan gözləyirdim, heç demədi. Rodrigo'dan vəbşə heç də gözləmirəm. O vəziyyətdədir ki, yəni... Qardaş 30 oyunda qol vurmur adam. Sadəcə Xabi Alonso da son aylarda əvvəl daha rahat idi. Nəyin hesabına udurduğu bəllidir. Amma bir məqam var ki, yenə də komandalar əvvəl də avtobusda oynayırdı da, İngil var hamısı. Hamısı müdafiədə oynayırdı. O La Liga'da otomat komandaları. Top klublara qarşı başqa variantın yox. Ya da amma nəticə var da. İndi elə çıxır ki, nə birincimdə günahkar. Qardaşım, sistem futbol qurmaq istəyirsən, elə qur ki, bütün ulduzlarını soxa bilərsən bu komandaya. Başqa çarə yox. Ya da ki, gün çatır, xarakter göstər, kimisi sat. Başqa variant yoxdur. Tək ki bu komanda uğurlu olsun. Demirəm, amma titullar qazansın. Oyun yoxdur ortalıqda, nə titul? Mən qələbəni belə unutmuşam. Qardaş, oyun yoxdur. Maraq yoxdur. Yəni sən həzz almırsan. Həzz almıram. Mən olsun 1-1. Kimlə orada oynadı? Girona ilə. Olsun. Amma gözəl futbol olsun. Və okey də mən peşəkar deyiləm. Mənim statusum futbolda Xabi Alonso bir sənin statosferə qədər mən çatmalıyam ki, bəlkə bir Xabi Alonso yanında nəsə bir fikir bildirim. Amma mən elementar azarkeş fikrindən də, məntiqindən də bir şey tutmuram ki, sənin yeganə asma ötürmələr edə biləcək oyunçun trenddir. Asma edir. Qaqam 90 dəqiqə asma edir. Boşluğa. Birinci də ora qaçmır, Mbappe kələylə oynaya bilmir, Vinicius vəbşə olunluq deyil. Sonra 90-da Gonzalo çıxır meydana. Militao getmiş də qabağa. Militao gelirdi qabağa, amma... Bir dənə moment oldu. Bir moment oldu, ha. Nə çıxartdı. Amma Gonzalo çıxır meydana, deyirəm, oha. Finalni şturmda qaqa. Cumuruq, o Avengers'da var ya. Ki baba da böyle şey. Ki Gonzalo kələylə oynaya bilir də. Standart klasik 9 nömrədir. Amma kimin yerinə çıxır meydana? Trent'in yerinə. Qardaşım, Endrick vəbşə nəyə lazım? Endrick Lyon'dadır, brat.
Leona gələcək Demək icarə. təsdiq olunub. Bütün normal bütün də var idisə Prosta mənə mənbələr hamısı dedi ki, yəni mən Real Madridin skautlarına söz deyə bilmərəm. İdeal işləyiblər Braziliya bazarında. hara icraçdı, onlar icraçdı. Qardaşım Vinicius'u gətiriblər, Rodrigo'nu gətiriblər. Sən nə istəyirsən başla dönüm. Sənin Çempionlar Liqası qazandırıb. Sən Portuqaliya yığmasını görmüsən indi cavan uşaqları. Yox, onu demirəm. Vəbşə deyirəm də. Yəni Endrik bura Palmeiras'da oynayırdı da. Yoxsa harda oynayırdı? Endrik'dən biri oynayırdı. Estevao ilə biri oynayırdı. Ha, Palmeiras'da Noruz. Palmeiras. Sən bunları görmüsən. Nujeli sən hiss eləməmsən ki, Estevao tam başqa leveldir, Endrik tam başqa leveldir. Sən Nujeli Sən bir səhədə o çəbə Carlanços demişdi. Perezə 2 il bundan qabaq Estevao var. da mən Onu götür, Endriki götürmə. Endriki götürdün. Onsuz da bax dalız düşmüşdün. Ay, Yəni balaca hücumçu, eyni tipajlar. hələ balaca futbolçu, hücumçun var da. Ya onun yanında bu onsuz da çıxarmayasan meydandan. 200 milyon qiymət var, hara çıxarırsan? Status olaraq çıxara bilmərsən. Endrik hara salacaq? Cihan salmayacaqsan, cinah oyuncusu deyil. Estevao bura sağ özü Real Sağ da lazım idi ha. bu dəqiqə Realın ən zəif yeri sağ wingerdir. Adamlar bilmir ki. Yenə də Məstandan nəsə, Mastantonodan nəsə gözləyirəm. Onu. O da Yamalın temasından da. O nədir o şeyin adı? Orası az bal. Laboko ağrıyır. İspanya'da içində futbolçu Laboko. Hamısı desə o Yamalın çürükəsə yatıb brat. Hər şey bu Niki Nikol belə. Necə ki koronavirusun o koronavirus hansısa şəhərdən çıxıb içində, bu Labok söhbəti də bu qızdan çıxıb. Yayıb hamısı. Yaxşı, heç nə. Təbrik edirəm sizi. Birinci ilə çıxdınız. Lox Realın vəziyyətindən istifadə elədiniz. Yəni mənim başqa deyəcək bir şey yoxdur və 20 il bu klubun azarkeş kimi tam haqqında deyirəm ki, bunlar loxdular. Ki belə bir situasiyanı əldən verdilər. Yox, hər şey indi mırtdaşlıq bir-birimizlə. İndi dediyi güldü, yox başqa yerə, onun öz kayfı var. Amma gəlin realistik olaq. Bu gün bir dənə Pizdes şərhi oxudu. Okay. Barsa azarkeşi yazmışdı onu. Özü də belə sambalı başlı, yaşlı başlı adam da, uşaq deyildi. Deyir Barsa yurdu. Amma deyir Real Madrid buladı. Korrekt. Ona görə deyir Barsa görsün. Oyda bir də Rustam. Başa düşdü yəni. Bir də Rustamın videosu var. Azərbaycanlı Rusluya da maşında qızla oğlan oturur. Sən nəyə mənə icazə verə bilərsən? Arxada da dostu oturur. Bax burada uje bir hafta da xıladın. Və Real da onu elədi. Həqiqətən. Barsa onsuz da bax. Amma klub yox. Amma Real da buladı. Yəni Barsa o belə Ya tırıb da. gözə görsənmir indi. Amma belə baxanda ikisi də günündədir. O konkretdə yəni heç ikisi bilən Atletico bu vəziyyətdə istifadə eləməsə, başqa loxudur. Klubu bağlayın gedin. Yəni bu şansdır da, eta şans. Ya Atletico əgər Real'la Barsa bu vəziyyətə qalsa mövsüm sonu kimi. Qardaşım, Çempion olmazsaz loxsuz. Olsa loxsuz. Medvik gəlir qarşıdan. Onu məncə yekunlaşdıraq keçək Medvikə. Medvikə qısa danışaq. Vəbşə deyək ki, dostlar, yanvar ayında İspaniya Superkubok turniri keçiriləcək və bu əlbəttə ki, Saudi Ərəbistanda olacaq. Ona görə 19-cu turun oyunları önə çəkilib və bu həftə arası keçiriləcək. Sırf 2 oyun. Sırf 2 oyun, bəli. Bəzi azarkeşlər kommentlərdə yazır ki, bir yaxın Noruza da qaralamışdı bir nəfər ki, qaqaş get futbola bax, o 14-cü turdur. Day bilmir ki, qaz qulaq. 19-cu turu. 19-cu turu, yəni təxirə salınmış. Yanvar maçları indi keçirilir ki. Üzdə də durub yazıq. Adam yəni Azərbaycanın ən operativ xəbər, yəni paylaşan bir şəxsidir də, belə deyim. İndi burada reklamlar getdi. Nəysə. Ya Barsa Bilbao ilə oynayacaq. Yox, Barsa Bilbao ilə də beyin gedib belə. Barsa Atletico qəbul edir. Real Madrid 4-cü səfərinə gedir. O pişücü 6-cı səfər oldu. Qardaşım, Bilbao günündədir. Burada bulasaz. Sadəcə xəbərlər gedir ki, özü normal mənbə var, Mario Cartegana. Nəydir? Kluba yaxın mənbələrdən sayılır. Deyir ki, Atletico Bilbao-nu udmasalar, vполне возможно, Xabialonso qolacaqlar. Amma mövsümün ortasında mən yadıma gəlir ki, deyəsən Lapategini yola salmışdı. Lapatka ilə başlaydı, hə. Da Lapatka baş 5-1 uzmuşdu Klasikoda. Lapategidən sonra kim gəldi? Solari gəldi. Solari da, yox, Solari axıra kimi apardı komandanı. Yox, Solari Ajax-a 4 pozdu, sonra Zidane gəldi. Oy bu nə? Amma həsən mən Real'la Barsa elə şeylər yaraşdırmıram. Yəni səncə yəni Qardaşım, sesim düzgün olar. Vaxt verək Xabialonso. Mən onun tərəfdarıyam ki, buna lazım oyuncu ver, buna vaxt ver. Ondan sonra bacarmasan, hara istəyirsən qov, hara istəyirsən. Bax sözümü kəsirəm. Mən bilirəm ürəyin sənin doludur. Bir ayda qələbəyə həsrətsən La Ligada, bu normal bir şeydir əlbəttə ki. Amma belə bir şey deyim. Mən Xabialonso təyinatından sonra ilk çıxışımda belə dedim ki, qardaş Xabialonso yaxşı baş məşqçi ola bilər.
Amma Xabi Alonso top oyunçularla işləyə bilmir və Avrokubok məşqçisi deyil. Mən bunu belə görürəm. İşləyir deyə bilmir, işləyə bilmir deyə ki, işləməyib də heç vaxt. Yəni Aysa, yəni Virtsi də saymıram, çünki Virt orta səviyyəli bir oyunçu idi. İndi sonra Xabi Alonso'dan prime-a qalxdı belə. Özü yanına qaldı. Hələ elit oyunçu oldu. Amma sənin sözünə qüvvət. Yəni sən Xabi Alonso'nun əlinə lazım olan instrumentləri verməmisən. Okey də hücumun sənin superdir, möhtəşəmdir. Amma yarım müdafiə və müdafiən o deyil. Bir dənə Huysen aldınız. O da Huysen'də o da özünü Yəni müdafiə üçün Bolemenya hamısı olanda müdafiə o deyil də. Bu adamın uyğun bir dənə yarım müdafiəçisi var. O da Arda Gülərdir. O da bir gün var, 5 gün yoxdur. Ona tam olaraq güvənə bilmərsən. böyük onlarda batırır. Bellingham'ı da elə bil ki, Bellingham birinci mövsümdən sonra ölgəşib və yalancı 9 nömrəyə. Yarım müdafiədə oynayır. Onu deyirlər ki, məsəl üçün mən belə deyim, elə deyir, mən bilmirəm. Həqiqətən elə deyir yox. Biraz deyir aşağıda oyna. 8 nömrə kimi. Yox, mən qol vurmaq istəyirəm. Amma vurur da adam. Adam oynayanda vurur. Brat, hə. Daha o pis o mövsümdə, belə keçən mövsümdə 14+14 elədi. 28 qol bilsəsiz yarım müdafiəçi. Bərbad mövsümündə yəni. Mənə görə bərbad mövsümü idi. 28 qol bilsəsiz. Ay sağ ol. Yaxşı, uşaqlar, danışdıq prinsipi La Liga haqqında, Çempionlar Liqası haqqında. Əlbəttə ki, siz öz fikirlərinizi bildirin. Biz ən yaxın zamanda bu midweek həftə içi oyunlarını da müzakirə etməliyik, çünki 4 dənə top oyun var. La Ligada isə vəziyyət bombadır. 34, 33, 32, 31 isə hallar. Villarreal arxadan deyirsiniz. Biz Villarreal haqqında danışmırıq, Ebrət. Onların haqqına girməyək. Növbəti çıxışda Villarreal haqqında danışmaq lazımdır. Mən təklif edirəm belə onlar 25-ci, 27-ci turda elə bu vəziyyətdə olsunlar. Çataraq onlara. Olmasınlar qozmadır. Villarreal. Olar ki, hal-halda ilmin favorit Villarreal. Gizli favorit Atletico, siz loxsuz. Yox, bəlkə belə bir şey deyil. Bəlkə kimin üçünsə bu absurd ola bilər. Amma siz öz fikrinizi bildirin. Doğru sənin də fikrin maraqlıdır. Mənə görə hal-hazırda İspaniyada, yəni La Ligada ən gözəl futbol oynayan 2 komanda var. Sizə bunlar kimlərdir? Betis ilə Villarreal. Yox, bura. Birini düz tapdım. Villarreal. Biri Villarrealdır mənə görə. Ola bilər sənə görə Betisdir. Amma Betis batırıb axırlar. Üstüne Sevilla oturtuyor. Sevilla'nın da 4-1 uttu Sevilla bu. o Sevilla Olympiakos 3 dənə vurur. Yani işte Rayo Vallecano değilse ya da Elche. Elçi bura. Elche geçebilir bu oyun. Bizdə çox. Elche geçebilir bu oyunu herhalde. Villarreal. Qardaşım, hada Villarreal saymam, Villarreal okey 2 komanda. Bolin Elçini necə oynayır ala? Brat, Gözləmirdi. Və bir dənə dipnot düşdü bizim oyuncularla o qədər. İspanya'da bir tane klub varsa o da Deportivo La Coruña. Var, qal. O da Deportivo La Coruña. Partiya. O da var. Vapşı Zaragoza. Nəysə dostlar, öpürəm hamınızı. Öpürük daha doğrusu. Öpürük. Şəhərlərdə öz fikirlərinizi yazın ki biz də cavablandıraq. Ne deyirsən qardaşım? Yaz da şəhərlərdə bir şey. Şəhərlərdə yazın. Bir də ki bizim aşağıda linklərimiz var. O linklərdən keçid eləyərək bizim sosial şəbəkələrimizdə Peña Blancas, Familia Barça, FD Futbol bütün linklərə keçin, abunə ola bilərsiniz və əlavə link olacaq səs verməklə. Kimin fikirləri daha çox xoşunuza gəldi, Fuadın yoxsa mənim o video var. Kimin Piçoskası yaxşıdır, mənim yoxsa mənim bərbərim. Haqqına deyil. Haqqına da haqqına. Verin. Çox sağ ol uşaqlar. Sağ ol. İzləmədə qalın. Hala Madrid. Gedim liderliyin həzzini yaşayım.